MDB Hökumət Başçıları Şurasının geniş tərkibli iclası artıq başlamaq üzrədir. Əsas salda hazırlıq işləri demək olar ki, yekunlaşıb. Mən operatorumdan xahiş edəcəm ki, o bizə əsas salı göstərsin. MDB ölkələrindən gələn mətbuat nümayəndələr artıq öz yerlərini tutublar və hökumət başçılarının gəlməsini gözləyiblər. Mən bu iclasın əhəmiyyəti barədə sizin diqqətinizə bəzi məlumatları çatdırmaq istəyirəm. Belə ki, Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclası üzv ölkələr arasında çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi baxımından kifayət qədər mühüm əhəmiyyət kəsb edir. Bu format iqtisadi, nəqliyyat, energetika, kənd təsərrüfatı və humanitar sahələrdə birgə təşəbbüslərin müzakirə olunduğu və konkret razılaşmaların əldə edildiyi strateji məkan kimi çıxış edir. Mən bəzi rəqəmləri sizin diqqətinizə çatdırmaq istəyirəm. Belə ki, hazırda MDB məkanında 280 milyondan çox insan yaşayır və birliyin ümumi iqtisadi potensialı 2 trilyon ABŞ dollarına yaxınlaşır. MDB daxilində qarşılıqlı ticarət dövriyyəsi artıq 60 milyard dollardan çoxdur. Bu da təşkilat çərçivəsində əməkdaşlığın real nəticələri verdiyini göstərir. Bu dinamika iclas çərçivəsində qəbul edilən qərarların iqtisadi inteqrasiyaya təkan verdiyini aydın şəkildə nümayiş etdirir. Hökumət başçılarının mütəmadi görüşləri birliyin institusional strukturunun güclənməsinə, eləcə də siyasi koordinasiyanın və qarşılıqlı etimadın möhkəmləndirilməsinə şərait yaradır. İclas çərçivəsində imzalanacaq sənədlər birgə layihələrin reallaşdırılması, texnoloji əməkdaşlıq və rəqəmsal transformasiya sahələrində də praktiki addımların atılmasına zəmin yaradır. Mən onu da vurğulamaq istəyirəm ki, bu şuranın fəaliyyəti sübut edir ki, qarşılıqlı maraqlar əsasında qurulan əməkdaşlıq modeli yalnız sabitlik və inkişaf üçün deyil, həm də beynəlxalq çağırışlara qarşı ortaq cavab mexanizmlərin formalaşdırılması baxımından kifayət qədər mühüm rol oynayır. Hələlik isə mənim çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdədir.